Motorunuzu görürsünüz, nə gündədir, çölünə də baxarsınız və videonun sonuna qədər izləyin, zəhmət olmasa. Görəcəksiniz nə cür iş görülür və də ki, ümumi qulluğa nələr daxildir, hamısını videoda göstərirəm. Nələr daxildir, göstərim. Çək buranı. Set başmaq dəst, orijinal 100.000 zamanətlə. Korobkanın yağı 2 cürə. Zik də var, Honda 2-nin öz yağı da var. İkisi də orijinal bu, SP4. Korobkanın filtri, üst kirişkanın prokladkaları. Görürsünüz, Farsunkan şaybası orijinal. Kollektorun prokladkası, qranat salnikləri. Yəni ümumi sep dəyişməyə, hava sistemi yolmağına, korobkan yağını dəyişməyə nə lazımdırsa, hamısı 1200 manatın içindədir. Bir dənə motor yağından başqa. Motor yağı müştəri yağı. Gəlin indi görəcəyimiz işləri göstərim. Ümumi qulluq olur, Sorento olur. Çəkilənə. Bax, gətir. Gör kollektorun yerinin nələr çıxır, bax. Çıxart bunu gəlin. Ora var. Görürsünüz, motorun da çölü bərbad vəziyyətdədir. Çöl hissəsi təmizlənir, klapanlar yeni təmizlənir. Hansı ki, bu maşında olunub. Seflər dəyişilib, içi təmizlənib, buranı da çək. Uzaqdan çəkəcək. Az sol. Görsən bax, bu vəziyyətdə hamısı tərtəmiz təmizlənir. Gətir bura. Bax, hava sistemi. Kollektora bax, elə bir təzə kollektordur. Yeri pırtbası. Samavardır, kəpənəklərdir, qastonka, hamısı bircə təmizlənir. İndi isə, gəl bunu göstərir. Sorrentodur, set dəyişməyə gəlir. Motorun içi olacaq, hava sistemi də təmizlənir. Buralar hamısı çiçək kimi təmizlənəcək, orijinal setlə dəyişiləcək. Motorun içi də yuyulacaq. Yəni, set dəyişməyə də üst prokladkadır, fasilin şəngəsidir. Ondan sonra, nə bilim, germetikasıdır, hamısı orijinaldır. Və çöldəki maşın. Bu işlərdən sonra o işlər gedir. Baxın. Bu qrandiyorda da ümumi qulluq olur. Buranı da çək, gör nə gündədir. Görsən, üst krişkası yağ bırakır, hava sistemi dolu. Müştəri bir ildir bu maşını sürür. Yəni, bugün gətirib ki, bir dəfəni qulluq elətdirib, bir ildə, 2 ildə rahatsızlığına sürsün. Yəni, 100.000 kilometrib nə vaxtda sürərsən. Bu maşını motoru vurub, Koreyadan təzə gəlir. Nə üçün vurub? Motorun içi çişli vəziyyətlədir deyək. Yəni, o videosunu paylaşacaq. Yağlanma getdik. Buradakı Sonatan da çək. Onun da motoru yığılır. Bugün işimiz yoxdur, sabah başlayıb yığılacaq. Günümüz bölümünü təmizlənib, bu işlər yığılır. Yəni, bizim servisə Honda 2 ilə bağlı bütün işlər zamanətli şəkildə və də ki, bəziləri deyir, 1200 manata görə nələr daxildir, yəqin ki, tək setdir, nə bilim, yolmaqdır. Amma ki, zəhmət axısıdır, dəyişməyə, hava sistemi təmizlənməyinə, korobkan yağ